Çox dadlı yeməkdir deyə düşünürəm. Dadı da görüntüsü qədər iştah açan, dadlı, təamlı. Bu yeməyi siz də bişirmək istəyirsinizsə, günortaya nə bişirəcəm deyirsinizsə, axşama nə bişirəcəm deyirsinizsə, bu resept tamı-tamına sizlikdir. Hər zaman sizlərə demişəm ki, çalışın evinizdə kərə yağından istifadə edin. İlk öncə kanalıma abunə olun, videonu sona qədər izləyin, kommentlərdə fikirlərinizi hər birinizin oxuyuram, çalışdığım qədər də hər birinizə cavab verirəm. Tavaya kərə yağını əlavə etməzdən öncə duru yağı qatın ki, kərə yağla duru yağ tortası bir-birinə qarışıb torta yanmasın. Və azca soğanı qızartdıqdan sonra toyuğu siz kiçik-kiçik də edə bilərsiniz. Mən çox kiçik etmədim. Biraz böyük şəkildə doğradım. Qəşəng qovururuq toyuqları da. Üzərinə göbələyi doğrayıb əlavə edirəm. Doğranış şəklini ürəyiniz istədiyi kimi seçə bilərsiniz. Üzərinə duzu əlavə edirəm və mən evdə hər zaman yayda xüsusi tomat sosu edirəm. Bunun da reseptini sizlər üçün səhifəmdə paylaşmışam. Üstiyotunu da səpirəm və yayda hazırladığım, həmən qeyd etdiyim tomat sosunu üzərinə tökürəm. Bol-bolu tökürəm ki, həqiqətən bütün yeməklərə çox möhtəşəm dad qatır. Kərə yağı da yeməkdə olduqdan sonra zaten yeməklərdə dad tam fərqli olur. İndi deyirsiniz ki, bəzi insanların imkanı çatmır kərə yağını almağa. Düşünürəm ki, hər bir şeydən kəsib yağı gözəl, keyfiyyətli yağ alsanız, həm bu sizin sağlamlığınıza, həm də ki, yeməklərinizin dadına xüsusi dad qatacaq. Üzərinə göyərtini istədiyiniz göyərtidən istifadə edə bilərsiniz. Mən keşnişi istifadə etdim, şüyüd də əlavə edə bilərsiniz, zövqünüzə uyğun. Burada xırda-xırda doğrayıram göyərtini. Doğramazdan əvvəl göyərtini hər zaman, bunu qızlar bilir ki, sirkəli suda isladıram ki, tamı-tamına təmiz olsun. Və üzərinə səpirəm. Azca da sarıkök əlavə edirəm. Sarıkök də yeməklərə bilirsiniz ki, xüsusi dad qatır. Mənim yeməklərimin olmazsa olmazıdır. Demək olar ki, çox yeməklərdə sarıkökü istifadə edirəm. Bu yeməyin yanında yemək üçün özəl sos hazırladım. Bu sosu da kərə yağı olmazsa olmazıdır deyə düşünürəm. Tomatdan istifadə edirəm. Bu tomat çox qəşəngdir, ucuzdur, amma keyfiyyətcə İranın məhsuludur. Keyfiyyətcə digər tomatlardan qat-qat daha qəşəngdir. Sviçili sosu əlavə edirəm. Tomatı kərə yağında tam açdıqdan sonra sviçili sosu bütün böyük marketlərdə əldə edə bilərsiniz. Açdıqdan sonra duzunu əlavə edirəm, istiyotunu əlavə edirəm. Sarımsaq tozu olmazsa olmazıdır. Tozu olmasa sarımsağın özünü də qata bilərsiniz. Və suyunu əlavə edirəm. Qəşəngcə qarışdırıram, nəticə göz önündədir. Fikirlərinizi kommentdə gözləyirəm. Sağ olun, gələn videolarda görüşənədək xanımlar.